probably shouldn't say this, but at times I get so scared when I think about the previous relationship we shared. It was awesome, but we lost it. It's not possible for me not to care. And now we're standing in the rain, but nothing's ever gonna change until you hear. Mən Qadir Fətiyəm, 26 yaşım var, İrandan gəlmişəm, Təbriz şəhərindən. Mən uşaqlıq yaşlarımdan belə rəssamlığa çox əlaqəmənd idim. Və böyük razmerlərdə rəsm çəkməyə çox marağım var idi. Böyük binaların divarlarında, böyük razmerlərdə şəkil çəkəm. Amma bu iş fırça yaxud qədimi vazimələrlə alınmırdı və sürəti çox aşağı olurdu. Və bu ehtiyacı mən başa düşəndən sonra pulverizatorla tanış oldum və belə olduğu zaman məşq elədim onunla və bu fikir, bu təsmin məni 2015 özünü tanıt layihəsə qədər götürüb. Qadir İrandan gəlir, özü də Təbrizdən. Mahnı oxuyacaqsınız. Rəssam. Necə rəsm çəkəcəksiniz ki, fərqli olsun? Pulverizatorla çəkəcəyəm. Çalışır. O çalışır, amma boş vaxtlarında çalışır. İndi hal-hazırda çalışmır. Uğurlar arzulayır sənə. Bizə çox maraqlıdır, görək. Oo! Salam. Salam. Xoş gördük sizi. Xoş gördük. Adınız nədir? Təqdim edin özünüzü. Mən Qadir Fəthi. Qadir? Fəthi, İrandan qatılıram. Qadir Fəthi İrandan. Xoş gördük. Nə gözəldir sizi yaxından görmək. İranın harasından? Təbrizdənəm. Ha. Doğma yerlər, doğma yurdum. Nə nümayiş etdirəcəksiniz? Bugün necə özünüzü tanıdacaqsınız? Mən rəssamlıq üçün gəlmişəm. Siz rəssamsınız. Bəli. Sizə uğurlar arzulayıram. Sağ olun. Maraqlı bir qurğu ilə gəl. Bu nədir? Yəni bu adi bir qələmlə rəssamlıq deyil. Pulverizatorla rəssamlıqdır. Aha. Özəlliyi tez başa gəlməsidir. Hər halda uğurlar olsun. Çox sağ olun. Tamaşaçılar hazırdılarsa, etirazları yoxdursa o zaman... Bəh! Hadi! Hayda, ne gördüm? Özünü gördüm biraz. O desem sen neyin yerinde? Neyse ben özünün bir tarafını gördüm. Aygün. Oo. Aygün inanın. Oo. Aygün. Görürsün inşallah. Wow. Aygün. Ben böyle şey görmemişim hele. Elə bil sən orada canlı. Elə bir şey, fotosu değil, foto. Canlı da elə bil orada. Oy 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 oy. İnşallah bir tane bakın ona. Bakın bir tane. Ben böyle şey görmemişim abi. Vay 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 vay.
adamın üzünü nə qədər bilmək lazımdır ki, onu belə çəkəsən. On tvoj fanat Aygün. Evet. Bir momente kadar çok okşuyordu. Şimdi bilmiyorum. İndi düzəltməlidir. Görək düzəldəcəyim. Bence Aygün Han başlasa daha doğru olardı. Birinci bir an dilimə dolaşır. Belə çəkildiniz, gördüm orada bir iki elə bildim özüm özümə baxıram. Belə bir hisslər yaşadım. Şok oldum çünki bilmirdim. Ağlıma da gəlmirdi nə çəkəcəydiniz. Heç birimiz bilmirdik. Və sonra anladım ki, mənim şəklimi çəkirsiniz. Əsas elə şeyləri tutmusunuz ki, siz baxan bilir ki, bu mənəm. Amma nəsə də var ki, bu mən deyiləm. Bu da var. Məndə elə təəssürat yarandı ki, əvvəlcədən həqiqətən Aygün Kazımov idi. Get-gedə Mətanət İskəndərliyə doğru getdi. Hardasa. Bu dəqiqə diqqətlə mən tərəfdən baxanda Aygün Kazımovadır, Malik tərəfindən baxanda Mətanət İskəndərli. Yəni Var belə. mən düşüm harda amma bir başqa məsələ var. Janr öz-özlüyündə o qədər mürəkkəb, o qədər çətin və o qədər də insandan bir düşüncə və təcrübə tələb edən bir janrdır ki, həqiqətən də indi zarafat doğru biz bu dəqiqə siz onu başlayanda, işi başlayanda gözləri belə çəkəndə, mən bilmirəm, indi mən rəssam deyiləm, amma bilirəm ki, rəssamların əlində ən çətin, ən mürəkkəb məsələlərdən biri, yəni rəsm əsərlərində yaratmasında əldir. Bilirəm ki, rəssamlar həmişə fikir verin, böyük bir əsərlərdə çalışırlar, əlləri göstərməsinlər, əl bir digər bir formal olsun. Əli çəkmək mən bilirəm ki, çox çətindir, amma bilirəm ki, bu çox mürəkkəb bir məsələdir. Bu çox mürəkkəb bir işdir. Birinci, mən birər-birərzə saygım sonsuz. Birinci Səsiniz ucadan gəlsin, narahat olmayın. Birinci ifam... Mətanət İskəndərli də sevdiyimiz bir müğənnidir, narahat olmayın, rahat ola bilərsiniz. Birinci ifam mənim Sayın Aygün Kazımova xanımına həsr oldu. Sizlər bir centilmen olaraq məndən inciməyin. Sonki yəni getsəm, yaxşı sürprizlərim var sizlər üçün. Yəni Maliklə Bilal Əliyevin qarışığı da ola bilər. Məndən Elarizə keçən bir yol da ola bilər. Düşünürəm ki, hardasa belə bir şey. Hər halda əzizim. Bizim üçün maraqlı gəldi. Malik üçün, mənim üçün, Aygün xanım üçün məncə indi həmkarlarım deyəcək. Tamaşaçılar üçün maraqlı gəldi yoxsa yox? Malik bəy nə fikirləşir bu barədə? Dostum, qardaşım Malik. Mənim çox xoşuma gəldi, çox gözəl. Mən baxan kimi elə bildim Aygün xanım mənə oradan baxır. Çox canlı gəldi mənə. Mənim xoşuma gəldi. Təşəkkür edirəm. Əziz dostum, gəlin qərarlarımızı verək. Malik bəy, buyurun. Mən hə deyirəm. Canım gözüm Aygün xanım. Şəkil mənə oxşadığına görə, oxşamadığına görə yox deyirəm. Amma bacarığınıza hə deyirəm. Bu necə olur onda? Nəticədə yox. Maraqlı idi. İstəməzdim ki, məni yaxın müddətə çəkəsiz. Malikdən başlayın, mən düşünürəm ki. Sevə-sevə ikinci turda gözləyirik sizi. Uğurlar arzulayırıq. Sağ olun. Sağ olun. Təşəkkür edirəm. Hər halda bu əsəri hələ ki yığışdıra bilərik. Daha mükəmməli olsa Aygün xanıma hədiyyə edərsiniz. Oldu. Sağ olun. Oldu. Sağ olun. Sağ olun. Bravo Qadir. Ay, əllərim. Zürümdür, tərlədirsən. Boyalıdır əllərim. Sürt onu ki. Ne?
Neçə gün məşq eləmisiniz? Bir dəqiqə, başlanışda böyük bir problem oldu. Burada bilinmədi. Yəni mən vuranda pulverizator tam ayarlanmış kimi gəlmədi mənim əlimə. Bəs Bax orada mən verdim, orada hazırladım. Ora qoydum, mən aldığım tapanca değildi artıq. Bəs neçə gün Zaten mən ayarladığım deyil. Niyə Aygün xanım kök oldu deyə belə? Mən ayarladığım pulverizator. Əsas odur keçdin, əsas odur keçdin. Amma mən belə İkinci tura keçdin. keçdi? Keçdin, uğurlar sənə, uğurlar arzulayırıq. Sağ ol, özündən müğayət ol.